Buongiorno əmiki. Atiker'in sunduğu Kurtlar Vadisi operasyonu davam edir. Yəni bir ölkədən kənarda yaşayan mühacirlər, jurnalistlər, nə bilim də, siyasətçilər hamısının bu Mehdiyev məsələsinə verdikləri rəylərə baxmaq məcburiyyətindəyəm. Demək 14-cü günü müsibəti Fəxrəddin ki başladı. Ramiz həbs olundu. 15-ci gün idi, yoxsa 16-cı gün idi, səhv eləmirəmsə, İsmail Zəllovun analitikasına baxdım. Yəni sözün düzünü deyim ki, mən həmişə İsmail Zəllov haqqında fikrim olub ki, peşikar intellekti, savadlı, dünya görüşlü, nə bilim bir 20 ilə yaxındır Amerika Birləşmiş Ştatlarında yaşayır. Amma bilmirəm nədəndir. O deyir Şirin Zərdablı verir. Ay nədəndir, hamısı zəmanədəndir. Yəni, hardasa bir 10 dəqiqə kimi baxdım. Sözün əsl mənasında məndə ikrah hissi doğurdu ki, yəni İsmail Zəllovu mən yüksək, yəni da leveldə bildiyim adam kimi, onun bu analitikası, şərhi, yanaşması, yəni ona görə 20 il ABŞ-da yaşayıb, ABŞ-da təhsil almağa ehtiyac yox idi. Yəni Azərbaycan çayxanalarında çox çayxana ekspertləri ondan daha belə səlis, dəqiq, belə bir şərhlər verirlər. Şaban demişkən, vallahi bu işdə nəsə bir bokluq var, anlayamadım. Belə işlər dostlar. Səhərin gözü açılmamış, mən də gedirəm idman zalına, qəşəng məşq eləməyə bir 2 saat. Onun da ardıcan yeni istifadəyə veriləcək biznesmen web sayti üçün fotosesiya eləməyə. Arrivederci əmiki. Allah Azərbaycanımızı qorusun.